Deməli, az əvvəl belə bir şey oldu. Samsung Galaxy A35-lərə, bu 5G ilə işləyənlərə, yəni ümumiyyətlə A35-lərə yazılım güncəlləməsi gəldi. Deməli, məndə də telefon Galaxy A35-dir. Yəni yeni çıxan deyəndə bilmirəm nə vaxt çıxıb, 5G texnikası ilə işləyir. Deməli, yazılım güncəlləməsi gəldi. Yazılım güncəlləməsi gələndə, yəni belə quş şəklində ekranın başında göstərilir ki, bəs yükləmə gedir. Yükləmədən sonra deməli bildiriş gəlir ki, bəs şimdi hazırdır, yəni yükləyə bilərsiniz. Nəsə, yazılım güncəlləməsini yüklədim, yazılım güncəlləməsini elədim. Yazılım güncəlləməsini eləyəndən sonra çox qəribə bir şeylə qarşılaşdım. Deməli, telefonda tamamilə menülərin falan hər şeyin sistemi dəyişib, ayarlar hamısı dəyişib, hamısı fərqli göstərir, əvvəlki kimi deyil. Yəni, ümumiyyətlə, zaryadka yerində yarpaq şəklində olub, nə bilim, mahnıların, məsələn, ekranı aşağı eləyəndə bildirim panelində də dəyişiklik var. Məsələn, ekranı aşağı eləyəndə əvvəllər komple qabağımıza çıxırdı, Wi-Fi, Bluetooth düyməsi falan bunlar çıxırdısa, indi ekranın tamam üst tərəfini 2 yerə ayırdılar. Ekranın sağ tərəfindən, yəni biz ekrana baxdığımız zaman bizim yanımızda bu hissəmizi görünən yan tərəfdən ekranın başında aşağı eləmək üçün bir bildirim paneli qoydular ki, hansı ki, əvvəllər yandaydı, barmağımızla belirləyirdik. İstədiyimiz uygulamaların hamısı sıralama şəklində ekrana gəlirdi. Onun yerini dəyişdiriblər. Həmin o bildirim panelini yandan belə çıxardıb ekranın başına çıxarırlar. Ekranı aşağı eləyəndə olur. Sonra bir şey də qoyublar ki, güc təsərrüfü modu deyilən bir şey var ki, bütün telefonlarda, yəni smartfonlarda bu var. Məsələn, zaryadka tutarmasın deyənə, o güc təsərrüfü modunu aktiv edirsən, zaryadka gecəlir də. Bunu qoyublar, deməli, güc təsərrüfü modu aktiv olanda telefonun da ana ekran rəngi, yəni fon rəngi, divar kağızı yox, yəni menülər falan girəndə, ayarlar falan girəndə fon rəngi qara rəngi olur. Instagramın da rəngi olur qapqara. Əgər sən göz təsərrüfü modunu bağlasan, onda Instagramın da rəngi olur ağappaq. Yəni yenilənmə belə bir şey olur. Yəni çox elə bir şey deyil, amma yenilənmə, yəni yenilik olduğu hiss olunur da. O saat baxan kimi bilirsək ki, bundan olanda belə gəlməmişdi, korobkadan belə çıxmamışdı. Məndə əvvəl A70 idi. A70-in elə bir ki, batareya hissəsində şişkinlik yarandı. Şişkinlikdən sonra bir müddət, yəni təcə bir telefon istəmədim aldırmaq, ancaq son momentdə o məni yarı yolda qoydu. Yəni ümumiyyətlə pis vəziyyətə düşdü. Yəni demək olar ki, səs sistemi falan işləmədi. A35 aldım, A35-də də indiyənə qədər güncəlləmə falan olsa da yaxşı işləyirdi. Ancaq indi bayaqlar bir 5-10 dəqiqə, hardasa bir 20 dəqiqə əvvəl elədiyim güncəlləmədə gördüm ki, yox, yəni telefonda tüxlü dəyişikliyi olub, yəni tamam sistem təmiz dəyişib də oturub nəyi var belə. Yəni ona görə deyirəm, yəni bu video ona görə çəkdim ki, birdən ola bilər az video qoyaram belə, çünki yeni sistemi öyrənə bilmirəm də, hələ təzə olub bugün güncəllənib. Yəni demək istədim ki, yəni bəlkə də nə varsa kimlərisə gələndə, yəni çaşmayın da. Məsələn, əvvəl ekranı belə yandan eləyəndə, buradan bildirim panelini belə çevirirdi, artıq oyunlar, uygulamalar hamısı alt-alta gəlirdi. İndi onu yuxarıdan aşağı qoyub belə, sonra çətinlik var da belə.